Onlar orta əsr dünyasının ən ölümcül xüsusi təyinatları idilər. Peşəkar kamuflaj ustaları olan bu killerlər kabus kimi gözlənilmədən peyda olur, qurbanlarını vuraraq yoxa çıxırdılar. Terror onların ən böyük silahı idi. Bu verilişimizdə təqib olunan kiçik bir tərəqqətin dövrünün ən təhlükəli hərbi liderlərinə qarşı necə mübarizə apardıqları və çoxsaylı əməliyyatları ilə necə əfsanəyə çevrilməsi haqqında məlumat verəcəyik. Haqqında danışacağımız təşkilat qədim dövrün xüsusi təyinatları Asasinlərdir. Asasinlər haqqında danışmazdan qabaq gəlin bu ordenin yaranma tarixi və səbəbləri haqqında tarixə kiçik nəzər yetirək. 909-cu ildə İsmaillər tərəfindən Fatimilər xilafətinin əsası qoyuldu. Şiəliyin İsmail məzhəbi bu xilafətdə əsas dövlət dini sayılırdı. Paytaxtı Qahirə şəhəri olan Fatimilər xilafətinin tərkibində demək olar ki, bütün Şimali Afrika, Fələstin, Suriya, Livan, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinə və hətta uzaq Siciliya adası da daxil idi. Bununla belə İslam dünyasının qalan hissəsində, o cümlədən ortodoks şiələrdə də belə İsmaillər ən təhlükəli bidətçi hesab olunurdular və vəhşicəsinə təqib edilirdilər. 1094-cü ildə xəlifə Əl-Müstəli vəfat etdikdən sonra onun iki oğlu Nizar və Əl-Müstəli arasında hakimiyyət uğrunda mübarizə başlandı. Bu mübarizə nəticəsində hakimiyyətə kiçik şahzadə Əl-Müstəli keçdi və onun əmri ilə digər şahzadə Nizar edam edildi. Edamdan sonra onun ardıcılları müasir İran ərazisinə qaçmağa məcbur oldular. Orada Həsən ibn Əs-Sabah adlı xarizmatik dini liderin rəhbərliyi altında Şiə məzhəbinin Nizari İsmailizm adlı yeni qolunu qurdular. Lakin bu yeni doktrinanın ardıcılları üçün həyat asan deyildi. O zaman İran dövləti Səlcuq imperiyasının tərəfindən işğal edilmişdi. Sünni müsəlmanlar olaraq Səlcuqlar Nizari inancları bidət hesab edirdilər. Lakin ən maraqlısı da bu idi ki, orada yaşayan yerli şiələr də bu fikirdə Səlcuqlarla həmrəy idilər. Lakin Həsən sədaqətli və bacarıqlı bir missioner idi və o, illərlə İranı gəzərək Nizari İsmailizmin sözünü təmkinlə yayaraq və bu işə yeni ardıcıllar cəlb etmişdi. Nəhayət onun fəaliyyəti sonunda hakim Səlcuqların diqqətini çəkdi və onun həbsinə qərar verildi. Həsən dağlarda gizlənməyə məcbur oldu, lakin orada uzun müddət qalmadı. O, həyatın qalan hissəsini bir mağarada yaşamaqla daha çox arzucul əldə etməyə mümkün olmayacağını anlayaraq, formalaşan yeni dini cərəyana təhlükəsiz şəkildə inkişaf etdirmək üçün özünə yeni baza axtarmağa başladı. Tezliklə o, bu yeri tapdı. Əlamut qəsri hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş və yalnız dar bir cığırla çata bilən möhtəşəm bir dağ qalası idi. O, mahiyyət etibarilə keçilməz hesab edilirdi və bu tikildiyi gündən 200 ildən çox müddət ərzində heç vaxt hərbi yolla ələ keçirilməmişdi. Bura mükəmməl yer idi. Hətta bir neçə yüz adamla hücum edən orduya qarşı müdafiə edilə biləcəyi bir qala idi. Ancaq burada bir məsələ qalırdı. O da bu qalanı ələ keçirmək. Qəsri hərbi yolla ələ keçirmək mümkün deyildi. Yeni ardıcılları cəlb etmək sahəsində uğurlarına baxmayaraq, nizarilərin hücum üçün kifayət qədər adamları yox idi. Lakin Həsən ibn Sabah bu cür qeyri-mümkün sayılan vəzifənin öhdəsindən gəlmək istedadını göstərdi. Bunun üçün o, bir neçə ən yaxşı adamlarını yaxınlıqdakı kəndlərə göndərərək, yerli insanları tədricən nazirlərin inancını qəbul etməkdə müvəffəq oldular. Zaman keçdikcə Həsənin adamlarının bəziləri qalanın içində özlərini iş tapa bildilər. Yavaş-yavaş qala divarları içərisində getdikcə daha çox insan nazirlərə rəğbət bəsləməyə başladı. Bu planın həyata keçirilmək üçün 2 il vaxt lazım oldu. Nəhayət gözlənilən gün gəlib çatdı. Həsən ibn Sabah qala rəisinin yanına gedərək özünün kim olduğunu bildirmiş və nəzakətlə qalanın ona təhvil verilməsini təklif etmişdi. Bu zaman qala əsgərlərinin çoxu artıq onun adamlarından ibarət idi. Qala Səlcuqlu rəisin əlindən bir damla qan tökülmədən alındı. Həsən ibn Sabah isə öz növbəsində nəinki bu adamın həyatına toxunmadı, hətta qalanın itirilməsinə görə kompensasiya olaraq ona böyük məbləğdə pul verərək yola saldı.
İndi isə gəlin Asasin sözünün etimologiyasına nəzər yetirək. Burada iki versiya mövcuddur. Fatimi xəlifəsi Əl-Əmirin dövründə yazılmış əsərlərin birində 1122-ci ildə Suriya nizariləri ilk dəfə həşişiyə adlandırılmışlar. Bu termin soyğunçular, imansız, aşağı təbəqələr kimi alçaldıcı mənalarda işlənmişdir. Digər tədqiqatçıların fikrincə bu ad həşişdən istifadə etmələri ilə əlaqədar təhrif olunmuş haşaşina sözündən gəlir. Hər bir halda bu ad Avropa dillərində asasin kimi təhrif olunaraq tanınmışdır. İbn Əs-Sabah əlamətdə istisnasız olaraq hamı üçün şərt olan bir həyat tərzi qurmuşdur. O ilk növbədə nümayişkərənə şəkildə müsəlmanların Ramazan ayı zamanı öz dövlətinin ərazisində bütün şəriət qanunları ləğv etdi. Ən kiçik geri çəkilmə ölümlə cəzalandırılırdı. O dəbdəbənin istənilən təzahürünə ciddi qadağa qoyuldu. Məhdudiyyətlər hər şeyə şamil olunurdu. Ziyafətlər, əyləncəli ovlar, evlərin daxili bəzəyi, bahalı paltarlar və s. Bununla da o, cəmiyyətin aşağı və yuxarı təbəqələr arasında fərqi faktiki olaraq aradan qaldırdı. İbn Sabahın özü ömrünün sonuna qədər son dərəcə zahid həyat tərzi sürərək ətrafına şəxsi nümunə göstərdi. Qərarlarında ardıcıl idi və lazım gələrsə qəddar idi. O hətta müəyyən edilmiş qanunları pozmaqda şübhəli bilinən oğulların birini edam edilməsinə əmr vermişdi. İbn Əs-Sabah dövlətin yarandığını elan edərək bütün sərciq vergilərini ləğv etdi. Əvəzində əlamət sakinlərinə yollar çəkməyə, kanallar qazmağa və alınmaz qallar ucaltmağa əmr etdi. Dünyanın hər yerində onun vaizləri nadir kitablar və müxtəlif bilikləri ehtiva edən əlyazmalar alırdılar. İbn Sabah inşaat mühəndislərindən tutmuş həkimlərə, kimyagərlərə qədər müxtəlif elm sahələri üzrə ən yaxşı mütəxəssisləri öz qalasına dəvət edir və ya qaçırırdı. Əsasinlər taya bərabər olmayan istehkamlar sistemi yarada bildilər və ümumilikdə onların müdafiə anlayışı öz dövründən bir neçə əsr qabaqda idi. Amma İbn Əs-Sabah intiharçı terrorçuların taktikasına dərhal gəlmədi. Onun bu qərara gəlməsi barədə belə bir əfsanə var. İslam dünyasının hər yerində İbn Əs-Sabahın adından onun təlimlərinin çoxsaylı təbliğçiləri öz həyatlarını riskə ataraq fəaliyyət göstərirdilər. 1092-ci ildə Səlcuqi sultanının baş vəziri Nizami Əl-Mülkün əmri ilə Şaba şəhərində yerli İsmaillərin başçısı tutularaq işgəncə ilə öldürüldü. Edam edildikdən sonra onun cəsədi nümayişkərinə şəkildə Şaba küçələrində süründürülərək bir neçə gün meyit əsas bazar meydanında asılı halda saxlanıldı. Bu edam asasinlər arasında hiddətlə qarşılandı. Əlamət sakinlərinin qəzəbli izdihamı onların ruhani müəlliminə və dövlətin hökmdarının evinə yaxınlaşdı. Rəvayətə görə İbn Əs-Sabah evinin damına çıxaraq yüksək səslə dedi: "Bu şeytanın öldürülməsi cənnət səadətinə aparacaqdır." İbn Əs-Sabah aşağı düşməyə macal tapmamış, Tahir Ərrani adlı bir gənc izdihamın arasına çıxdı və Əs-Sabahın qarşısına diz çökərək ölüm hökmünü öz canı ilə ödəmək olsa belə yerinə yetirmək arzusunu bildirdi. Əsasinlərin kiçik bir dəstəsi öz ruhani liderlərindən xeyir dua aldıqdan sonra kiçik qruplara bölünərək Səlcuq dövlətinin paytaxtına doğru hərəkət etdilər. 1092-ci ilin oktyabrın 10-da səhər tezdən Tahir Ərrani birtəhər vəzir sarayının ərazisinə daxil ola bildi. O bağçada gizlənərək səbirlə qurbanını gözləyirdi. Günorta yaxın xiyabanda çox zəngin libas geyinmiş vəzir peyda oldu. Sarayın hündür, alınmaz divarları arxasında can güdənlər özlərini həddən artıq arxayın hiss edərək sayıqlığını itirmişdilər. Ərrani əlverişli məqamdan istifadə edərək vəzirin yanına sıçrayıb və zəhərli bıçaqla ona azı 3 dəfə zərbə endirdi. Mühafizəçilər çox gec gəldilər. Qatil tutulmazdan əvvəl vəzir artıq ölüm sancılarından qıvrılırdı. Mühafizəçilər Ərranini faktiki olaraq parçaladılar. Lakin Nizami Əl-Mülkün ölümü saraya basqın üçün simvolik bir siqnal oldu. Əsasinlər vəzirin sarayını mühasirə alıb yandırdılar. Səlcuq dövlətinin baş vəzirinin ölümü bütün İslam aləmində o qədər güclü rezonans doğurdu ki, o istər-istəməz İbn Sabahı çox sadə, lakin parlaq bir nəticəyə sövq etdi. Dövlətin müdafiəsini, nizami ordunun saxlanılması üçün əhəmiyyətli maddi vəsait sərf etmədən həyata keçirilə bilər. Bunun üçün xüsusi təyinatlı dəstə yaratmaq lazım idi ki, onun vəzifələrinə mühüm dövlət adamlarının nümunəvi şəkildə aradan götürülməsi daxil olmalı idi.
Kiçik bir məsələni nəzərə çatdırmaq istərdim. Həsən İbn Sabah bütün ömrü boyu qaladan kənara çıxmadığına görə ona dağda yaşayan qoca və ya dağ qocası ləqəbi verilmişdi. Sonradan bu ləqəb titul kimi qəbul edilmiş və Həsən İbn Sabahdan sonra onun yerinə gələn hər bir hökmdara bu ad verilirdi. Biz də bəzi hallarda bu termindən istifadə edəcəyik. Həsən İbn Sabah Əlamut dağ qalasındakı qərargahında kəşfiyyatçıların və terrorçu diversantların hazırlanması üçün əsl məktəb yaratdı. 11-ci əsrdə Əlamut qalası ixtisaslaşmış məxfi agentlərin hazırlanması üçün dünyanın ən yaxşı akademiyasına çevrildi. İbn Sabah bu dəstəyə qoşulma prosesini çox çətinləşdirdi. Təxminən 200 namizəddən maksimum 5-10 nəfəri seçimin son mərhələsinə buraxılırdı. Ordenə qoşulmaq istəyən gənclər bir neçə gündən bir neçə həftəyə qədər bağlı qapılar arxasına saxlanılırdı. Həyətə yalnız ən inadkarlar dəvət olunurdu. Orada bir neçə gün soyuq daş döşümdə oturaraq, cüzi yemək qalıqları ilə kifayətlənməklə, bəzən leysan yağışı və ya qar altında evə dəvət edilmələrini gözləməyə məcbur olurdular. İbn Sabahın evinin qarşısındakı həyətdə zaman-zaman onun adamları peyda olurdu. Onlar gənclərin asasin sıralarına qoşulmaq istəyinin nə qədər güclü və sarsılmaz olduğunu yoxlamaq üçün onları hər cür təhqir edir, hətta döyürdülər. Hər an gəncə ayağa qalxaraq evə getməyə icazə verilirdi. Dağ qocasının evinə yalnız sınaqlarının birinci mərhələsinə keçənlər buraxılırdı. Onları yedirdir, yuyundurur, yaxşı, isti paltar geyindirirdilər. Onların üzünə başqa həyatın qapıları açılmağa başladı. Əsasinlər döyüş qruplarına fiziki cəhətdən güclü gəncləri seçirdilər. Üstünlük yetimlərə verilirdi, çünki əsasinin ailəsi ilə əbədi olaraq ayrılması tələb olunurdu. Təriqətə qoşulduqdan sonra onun həyatı bütünlüklə dağ qocasına aid idi. Bu insanları fədai adlandırırdılar. İbn Sabah fədailəri özünə qarşı sadiqliyi təmin etmək üçün kifayət qədər sadə, lakin son dərəcə təsirli bir üsul tapdı. Dağ qocasının evini cənnətə gedən yolda ilk addımı məbədə elan etdi. Namizəd İbn Sabahın evinə dəvət edilərək ona tərkibində həşiş və ya digər narkotik maddə olan içkilər verilirdi. Tiryəklərin yaratdığı dərin narkotik yuxusuna qərq olmuş fədaini, yaraşıqlı qızların, şərab çaylarının və bol yeməklərin gözlədiyi süni şəkildə yaradılmış cənnət bağına köçürürdülər. Çaşqın gənci şəhvət dolu nəvazişlərlə əhatə edən qızlar özlərini cənnət huri mələkləri kimi göstərərək, gələcək əsasinin qulağına pıçıldayırdılar ki, o kafirlərlə döyüşdə ölən kimi bura qayıda bilər. Bir neçə saatdan sonra onu yenidən dərman verilirdi və yenidən yuxuya getdikdən sonra onu geri qaytarırdılar. Yuxudan oyanan cavan əsl cənnətli olduğuna ürəkdən inanırdı. Oyandığı ilk andan real dünya onun üçün hər hansı dəyərini itirirdi. Onun bütün arzuları, ümidləri, düşüncələri özündən yenidən cənnət bağında, uzaqda və əlçatmaz olan gözəl qızların və mələklərin arasına tapmaq idi. Dağ qocası özünün mahiyyətcə və əslində peyğəmbər elan etdi. Əsasinlər üçün o, Allahın yer üzündəki himayədəri, müqəddəs iradəsinin carçısı idi. İbn Sabah öz arzularını ruhlandırırdı ki, onlar cənnət bağlarına yalnız bir şərtlə, yəni onun birbaşa əmri ilə, ölümü qəbul etməklə, paklıqdan yan keçərək gedə bilərlər. Beləliklə, əsasinlər ölümdən nəinki qorxmur, əksinə onu çoxdan gözlənilən cənnətlə əlaqələndirərək onu ehtirasla arzulayırdılar. İdeoloji hazırlıqdan əlavə əsasinlər yorucu gündəlik məşqlərə çox vaxt sərf edirdilər. Gələcək əsasinlərdən bütün silah növlərini bilməsi tələb olunurdu. Sərras ox atmaq, qılınc atmaq, bıçaq atmaq və yalın əllərlə döyüş. Əsasinlər müxtəlif zəhərlər haqqında əla anlayışı olmalı idi. Onların təlim proqramına həmçinin yerləşdiriləcə biləcəyi dövlətin dilini öyrənmək də daxil idi. Həsən İbn Sabah 1124-cü ildə 73 yaşında vəfat etmişdir. Onun dövründə indiki İran, İraq, Türkiyə və Suriyanın ərazilərində 50-yə qədər qala və onların ətrafındakı ərazilər nizarilərin əlində idi. O, özündən sonra radikal dini ideologiyanı və fanatik ardıcıları tərəfindən idarə olunan möhkəmləndirilmiş dağ skalalarından ibarət sıx bir şəbəkə qoymuşdur. İbn Sabah dövləti daha 132 il mövcud ola bildi. Ümumiyyətlə, əsasinlər kiminlə vuruşduqlarına və hansı tərəfli olduqlarına əhəmiyyət vermirdilər. Onlar üçün hamı düşmən idi, xristiyan da, müsəlman da. Səlibçilərin varlı fiyadalları əsasinlərin xidmətlərini səxavətlə ödəyirdilər. Bu dövrdə bir çox ərəb aristokratları və hərbi rəhbərləri
Asasin qatillərinin xəncərlərinə tuş gəlirdilər. Lakin səlibçilərlə Asasinlər arasında ittifaq uzun sürmədi. İsmaili tacirlərini qarət edən Yerusalem krallığının kralı Monferratlı Konrad öz ölüm hökmünü imzaladı. Asasinlərin hökmdarı tərəfindən göndərilən 2 fədai xristianlığı qəbul edərək Konradın sarayına işə girmiş və 3 il ərzində bütün xristian ayinlərini yerinə yetirməklə özlərini əsl xristian kimi göstərmiş və bununla da kral sarayının etibarını qazanmışdılar. Nəhayət 1192-ci ildə bir gün əlverişli bir şərait yarandıqda onu xəncərlə öldürmüşlər. Digər bir deyilənə görə əfsanəvi sərkərdə Salahəddin 1176-cı ildə Asasin qalasını mühasirəyə alarkən bir gecə çadırında yuxudan oyanaraq qaranlıqda bir fiqurun çıxışdan yoxa çıxdığını görmüşdü. Əvvəlcə onun mühafizəçilərinin biri olduğunu düşündü. Lakin sonra yastığın altında zəhərli xəncərin olduğunu gördükdə ona çatdırılan mesajı anladı. Salahəddin buranı tərk etməli, əks halda bu xəncər gələn dəfə onun ürəyində sancılacaqdı. Ertəsi gün mühasirə qaldırıldı və Salahəddin oranı tərk etdi. Məlumdur ki, bu dövrdə Asasinlər tərəfindən Səlcuq imperiyasının, Abbasidlər və Əyyubilər xilafətlərinin və Yerusalem krallığının bir çox xəlifə, vəzir, hərbi sərkərdə və digər görkəmli şəxsləri olmaqla dövlət xadimləri qətlə yetirilmişlər. Nizari dövləti öz qüdrətinin zirvəsinə çatanda artıq İbn Sabahın qoyub getdiyi dövlətdən çox fərqli idi. Orta əsr icmasından Əlamət dövləti faktiki olaraq hakimiyyətin atadan oğula götürülməsi ilə irsi monarxiya çevrilmişdi. Ordenin ən yüksək rütbələri arasında Şiə zahidliyindən çox azadlığa meyl edən öz feodal zədəganları meydana çıxmışdı. Yeni zadəganlar dəbdəbə və var dövlətin pis sayılmadığı bir ictimai quruluşu üstünlük verirdilər. Əlamət əhalisinin ümumi təbəqələri ilə feodal zadəganlar arasında məsafə getdikcə artırdı. Bu səbəbdən özünü qurban verməyə hazır olanların sayı getdikcə azalırdı. Həsən İbn Sabahın ölümündən sonra onun xələfləri dövlətin ərazisini genişləndirə bilmədilər. Dağ qocasının söylədiyi şüarlar yerinə yetirilmədi. Asasinlərin dövləti kəskin daxili böhranlarla parçalanmağa başladı və onun əvvəlki qüdrəti zəifləməyə başladı və Əlamət dövləti istər-istəməz öz tənəzzülünə yaxınlaşırdı. 1250-ci illərdə Çingiz xanın nəvəsi Hülaqunun qoşunları Qərbi İranın bir hissəsini işğal etdilər. 1256-cı ildə zəifləmiş İsmaili dövlətinin əsas qalası olan Əlamət qalası demək olar ki, döyüşsüz süqut etdi. Daha sonra 1273-cü ildə Misir sultanı 1. Baybars Suriyanın dağlıq bölgələrində Asasinlərin son sığınacaqlarını ələ keçirtdi. Asasin ordeni populyar mədəniyyətdə əhəmiyyətli təsir göstərməkdə davam edir və onların inkişaf etdirdiyi bir çox texnika 1000 il əvvəl olduğu kimi bugün də aktualdır. Asasinlər öz nümunələri ilə Şərqin və Qərbin bir çox gizli cəmiyyətlərini ruhlandırmışlar. Avropa ordenləri asasinləri təqlid edir, onlardan ciddi nizam-intizam üsullarını, rütbələrdə yüksəlmə prinsiplərini, fərqlənmə, emblem və ya simvol texnikasını mənimsəmişlər. Asasinlər haqqında bir çox sənədli və bədii filmlər çəkilmiş, Assassin's Creed kompüteri oyunu yaradılmışdır. Təxminən 15 milyon ardıcılı ilə onlar İsmailin məzhəbinin ən böyük qolunu təşkil edir və dünyanın 25-dən çox ölkəsində yaşayırlar. Sonda bir nəfəri, 4-cü Ağaxan kimi tanınan və müsəlman İsmaili Nizari icmasının 49-cu imamı olan Kərim Əl-Hüseyni qeyd etmək istərdim. Yeri gəlmişkən o, Həsən İbn Əs-Sabahın birbaşa nəslindəndir. O, İsveçrədən olub, Böyük Britaniyada yaşayır və fantastik dərəcədə zəngin və uğurlu sahibkardır. Ağaxan Asiya və Afrikanın yoxsul ölkələrində yaşayan, müsəlmanların kənd ərazilərinin inkişafı proqramlarını əhatə edən Ağaxan İnkişaf Şəbəkəsi Holdinginin rəhbəridir. Təsdiqlənməmiş məlumata görə bütün İsmaili Nizari ardıcılları Ağaxana hər ay gəlirlərinin 1/4 hissəsini iyanə kimi verir. Bununla da bugünkü verilişimizi başa çatdırırıq. Şərh yazmağı və like qoymağı unutmayın. Kanala abunə olun ki, növbəti videolarımızı qaçırmayasınız. Hələlik, gəlin görüşlərə dək.